Sual 7-nin izahına baxırıq. Loqaritma 5 əsasdan 2 bərabərdir A-ya və loqaritma 2 əsasdan 11 bərabərdir B-yə. Olarsa, loqaritma 125 əsasdan 121-i A və B ilə ifadə edin. Log 5 əsasdan 2-ni vuraram log 2 əsasdan 11-ə. Bu da bərabərdir. Log 5 əsasdan 2A-nı, log 2 əsasdan 11 isə mənə B-ni verirdi. Bərabər olur A vurulsun B-yə. İkilər buradan ixtisar gedər. Sol tərəf bərabər olar loqaritma 5 əsasdan 11-ə. Bərabərdir A vurulsun B. Bizdən istədiyi ifadə isə loqaritma 125 əsasdan 121-dir. 125 5-in kubu, 121 isə 11-in kvadratıdır. 11-in kvadratı loqaritmanın əmsalı kimi 2 şəklində gələcək, 3 isə 3də 1 şəklində gələcək. 3də 2 loqaritma 5 əsasdan 11 şəklində yazılacaq. Bərabərdir. Loqaritma 5 əsasından 11-i tapmışdıq ki, AB-dir. 3də 2 vurulsun AB. Doğru cavabımız A variantı.